Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı. Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshablar üzerine olsun. Uca Allah Teala elimizi artırsın. Uca Allah Teala elm öyrənməkdə bizlere yardım eylesin. Dərsdə suallar dərsdən sonra. İndi dərs əsnasında sual verməyin, xahiş edirəm. Baxın, deyir ki, sən mənə öyrətdin ki, sən Rəzzaqsan. Rəzzaq nədir? Ruzi verən. Allahın adlarından birisi nədir? Ər-Rəzzaq. Rəzzaq, yəni bol, çox, geniş ruzi verən deməkdir. Deyir ki, Allahım, sən mənə öyrətdin ki, ruzi verən, güc və qüvvət sahibi olan sənsən. Yəni, necədir? Rəzzaq, Zulquvvetil metin. Razzaq adı gelir. Bir de Zulquvvetil metin. Zulquvve. Güç, qüdrət sahibi. Ruzim sənin əlindədir. Mənim ruzimə yalnız sən zəmanət vermisən. Mənim üçün yazdığın ruzunu heç kəs əngəlləyə bilməz. Bax, bu bizim etiqadımız olmalıdır. Bu etiqad güclü olanda insan başqalarının əlində olan ruziyə görə kədərlənmir. Baxın, nədir? Mənim üçün yazdığın ruzunu heç kəs əngəlləyə bilməz. Mənə aid olan ruzi məndən gec qalmaz. Əgər ruzunu sən mənə yazmışsansa, o ruzi mütləq gələcək. Sən mənə mərhəmətinlə həm bildiyim yerdən, həm də, baxın, bilmədiyim yerdən ruzi verirsən. Nə qədər olur ki, gözləmədiyimiz yerdən ruzi gəlir. Bu Allahın lütfi deyilmi? Çünki sən kərəm sahibi, rəhməti və bəxş edənsən. Sən nöqsanlardan uzaqsan. Baxın. Allah Teala bizə öyrədir ki, Adəm övladın ruzisi o hələ ana bətnindəykən yazılıb. İnsan ana bətnində 4 ayı tamamlayanda Allah ona bir müvəkkəl edilmiş bir mələk göndərir. O mələkin işi budur. O da Allahın izniyle ona ruh üfürür. Onun əcəlini, əməlini, ruzisini bədbəxt və ya xoşbəxt olacağını yazır. Amma bu nədir? Dəyişən qədərə aiddir bu qədər. Dua edərsən Allah dəyişər. Ömrünü uzun edər. Ruzunu bol edər. Bədbəxtsən, xoşbəxt olarsan. Nəyə bağlıdır bu? Dəyişən qədərə bağlıdır. Ona görə də insan daim dua etmək. Çünki Peyğəmbər buyurur ki, La yaruddul qadara illə dua. Qədərə ancaq nə dəyişir? Dua dəyişir. Abdullah Məsuddan gələn rivayətdə Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi və səlləm ən doğru danışan, sizdən hər birinizin yaradılışı ana bətnində 40 gün ərzində toplanır. Sonra bir o qədər müddətdə laxta qan olur. Sonra isə o qədər müddətdə bir parça ət halına gəlir. Sonra Allah mələk göndərir və ona ruhu üfürülür. Suallar dərsdən sonra. Ruzu üfürülür və ona 4 şey yazılır. Ruzisi, əcəli, əməli, xoşbəxt və ya bədbəxt olacağı. Dedim, axı, suallar dərsdən sonra. Ona görə ruzi bölünüb. Hər şey Allahın hökmü ilədir. Və hər kəsin əcəli məlumdur. Yəni, əcəli yazan kim? Uca Allah Teala. Ona görə də ruzini gözəl şəkildə axtarın. Yəni, ruzini haram yollar axtarmayın. Halal qazanca sarılın. Və Allah'ı yaxşı zənn edin, gözəl zənn edin. Çünki pis zənn heç bir fayda verməz. Pis zənn nə deməkdir? Yəni, daim vəsvəsə, düşünmək ki, ruzum olmayacaq, sıxıntım aradan qalxmayacaq, duam qəbul olunmayacaq, şəfaat tapmayacaq. Daim vəsvəsə ilə yaşamaq. Bu nə deyirlər? Pis zənn. Deyir, pis zəndə olmayın, deyir, subhanallah. Əksinə, daim gözəl düşün ki, Rəbbim dualarımı qəbul edəcək, ruzumu bol edəcək. Allah bəndəsi haqqında onun zənninə görə davranır. Rəbbin haqqında nə düşünürsənsə, Allah da sənə ona görə davranır. Əgər düşünsən ki, Rəbbim mənim dualarımı qəbul edəcək, o zaman sənin duaların qəbul olacaq. Əgər düşünsən ki, daim vəsvəsə içərisində dualarım qəbul olmayacaq, sıxıntım aradan qalxmayacaq, o zaman nədir? Sıxıntın aradan qalxmaz. Deyir ki, ey Allahın qulları, gözəl sözlərə, baxın, gözəl sözlərə sarıldı. Yəni, gözəl düşün. Allah sənin üçün ayırdığına razı ol. Tamahdan, hərislikdən, pis düşüncədən uzaq dur.
Əgər başına bir iş gələrsə, kaş belə olardı demə. De, Allah belə təqdir etdi və Allah da nədir? İstədiyini edir. Subhanallah. Bil ki, ruzi verən Allahdır. O ruzunu istədiyi kimi verir. Onun xəznələri tükənməz. Gecə gündüz bol-bol verir və verməsi onun mülkündən heç nəyi azaltmaz. Subhanallah. Baxın, nədir Əbu Zərdən gələn rivayətdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, uca Allah buyurur, ey qullarım, bu qüdsə hədisdir. Mən zülmü özümə haram etdim və sizin aranızda da haram etdim. Elə isə bir-birinizə zülm etməyin. Subhanallah. Ey qullarım, hamınız azmışsınız. Yalnız mənim hidayət etdiklərim istisna. Məndən hidayət istəyin, sizi doğru yola yönəldim. La ilahe illallah. Ey qullarım, hamınız açsınız. Yalnız mənim doyurduqlarım istisna. Məndən ruzi istəyin ki, ruziləndirim. Ey qullarım, hamınız çılpaqsınız. Yalnız mənim geyindiklərim istisna. Məndən istəyin ki, geyim, sizi geyindirim. Yəni, bütün ruzilər. Ey qullarım, siz gecə gündüz günah edirsiniz. Mən isə bütün günahları bağışlayıram. Məndən bağışlanma istəyin ki, sizi bağışlayım. Ey qullarım, siz mənə zərər verə bilməzsiniz. Toplansanız belə, istəsəniz belə. Nə də mənə fayda verə bilməzsiniz. Toplansanız belə. Ey qullarım, əgər sizlərin əvvəlkiləriniz də, sonrakiləriniz də, insanlarınız da, cinləriniz də bir insanın ən təqvalı qəlbi kim olsaydı, o mənim mülkümü heç nə azaltmazdı. Ey qullarım, əgər sizin əvvəlkiləriniz, sonrakiləriniz, insanlarınız, cinləriniz də bir insanın ən günahkar qəlbi kimi olsaydı, bu da mənim mülkümdən heç nəyi azaltmazdı. Yəni, sizin əməlləriniz sizə fayda verir. Ey qullarım, əgər sizin əvvəlkiləriniz də, sonrakiləriniz də, insanlarınız da, bir dinləyin də, hədisdir bu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Cinləriniz də bir yerdə dayanıb, məndən istəsəydilər və mən hər kəsə istədiyini versəydim, bu mənim mülkümdən heç nə azaltmazdı. Necə ki deyil, dənizə bir iynə batırılır, çıxarılanda onun nə qədər suyu azaltdığı qədər, yəni dənizin önündə bir iynəni saldın dənizin içərisinə, ucunda su çıxdı. O dənizin nəyini azaldır? Heç nəyini. Ey qullarım, bunlar sizin əməllərinizdir. Mən onları sizin üçün sayıb saxlayıram. Yəni, nə etmişsə hamısı yazılır. Sonra da qarşılığını sizə tam verirəm. Kim xeyir tapsa, Allah həmd etsin. Kim başqa bir şey tapsa, yalnız öz nəfsini qınasın. Müslim rivayət edir. Yəni, insan deyir, ahirətdə öz nəfsini qınasın. Subhanallah. La ilahe illallah. Bil ki, ey gözəl insan, Allah ruziləri özlərinə götürüb. Səndən qalır nədir? Çalışmaq. La ilahe illallah. Addım atmaq, səbəblərə sarılmaq. Allah buyurur, yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allahın üzərində olmasın. La ilahe illallah. Hud surəsi 6-cı ayə. Suallar yox. Suallar dərsdən sonra dərs keçirəm. O ana bətində olanda da ruziləndirir Allah Teala. Dənizdə olanı da, yuvalarında gizlələni də. Allah yaratdığı heç bir varlığı unutmaz. Hər kəsin ruzisi onu tapar. Hətta insan ondan qaçsa belə. Subhanallah. Allah istədiyi bənzəsinə ruzisini geniş verər, istədiyini ölçü ilə verər. Heç kimsə Allahın işinə qarışa bilməz. Bilin ki, Allah ruzini bəzən bolluqla verərək imtihan edər ki, qul şükr edəcək. Bəzən daraldar ki, səbr edib ona öyrətsin ki, sən Allahın qulusan, səbirli ol. Kim bu halı anlayarsa, səbr edər. Kim müsibətə görə Allahdan başqasına yönələrsə, onun çətinliyi aradan qalxmaz. Kim isə Allahla kifayətlənərsə, Allah ona kifayət edər. Allah onu ehtiyacsız edər. Kim səbr edərsə, Allah ona səbr verər. Çətinlik və müsibətlər qarşısında səbr etmək nədir? Vacibdir. Baxın, Allah da bu ayədə buyurur. İnsan, öyle insanın halı necədir? Rəbbim onu imtihan edib, ona nemət verəndə deyər, Rəbbim mənə hörmət etdi. Amma ruzisi daralana deyər, Rəbbim məni alçatdı. Fəcr surəsi 15-16-cı ayə. Unutma ki, Allahdan qorxmaq, təqva bəndə üçün ən böyük xeyirdir. Nə deməkdir təqva?
Ruzunun qapısı. Və men yettaqillah yec'al lehu məxraca. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu tapar. Və men yettaqillah, kim Allahdan qorxarsa, Allah ona ummadığı yerdən nədir? Ruzu verər. Nə demək Allahdan qorxmaq? Vaciblərini yerinə yetirmək, haramlardan çəkinmək. Təqva o hər çətinlikdən çıxış yoludur. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu açar və gözləmədiyi yerdən ruzləndirər. Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Allah hər şeyi ölçü ilə müəyyən edib. Talaq surəsi 2-3-cü ayə. Ona görə də Ər-Rəzzaq, ruzu verən. Suallar dəstən sonra da. Göylərin və yerin xəzinələrinin açarları Allahın əlindədir. Bu nemətlər amma günahla əldə edilməz. Əgər insanlar iman gətirib Allahdan qorxsaydılar, onların üzərlərini göydən və yerdən bərəkətlər açılardı. Amma onlar yalanladılar. Buna görə də etdiklərinə görə cəzalandırıldılar. Əraf surəsi 96-cı ayə. Ona görə ümidli olmaq lazımdır bir də. Ümid insan üçün ən böyük açardır. O qəlbi dirildir, insanı ayaqda saxlayır və Allaha bağlayır. La ilahe illallah. Ona görə nədir? Qazanc əl əməklədir. Qazanmaq lazım, çalışmaq lazımdır. Verən əl alan əldən daha xeyirlidir. İffətli olmaq dilənməkdən daha yaxşıdır. Az da olsa qazanıb, insanlardan dilənməkdən daha üstündür. Kim insanlara aslı qalmazsa, Allah onu izzətli də və qoruyar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, canım əlində olan Allah and olsun ki, sizdən biriniz kəndir götürüb, odun yığması və onu satması insanlardan istəməsindən daha xeyirlidir. Çalışmaq lazımdır. Çalışmayanda ruzu olmur. Allah da ruzu verən Allah amma nəyə bağlayıb? Sənin çalışmağına bağlayıb. Addım atmağına bağlayıb. Musa aleyhissalam çobanlıq etmişdi. Zəkəriyyə aleyhissalam dülgər idi. Davud aleyhissalam isə öz əli ilə qazandığını yeyirdi. Peyğəmbərimiz s.ə.v də Məkkə əhlinə çobanlıq etmişdi. Heç kim öz əməyindən daha xeyirli ruzu yeməmişdir. Əmək şərəfdir, tənbəllik isə zərərlidir. Allah təala buyurur, yer üzünü sizin üçün itaətkar etdi. Onun yollarında gəzin və Allahın ruzusundan deyir ki, yeyin. Subhanallah. Namaz qurtardıqdan sonra yer üzündə yayılın və Allahın lütfündən axtarın. Cümə surəsi 10-cu ayə. Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Keçmişə görə kədərlənməyin. Sizə verilənlə də həddindən artıq sevinib Allahın yolundan uzaqlaşmayın. La ilahe illallah. Yəni, daim qəlbini uca Allaha bağla. Baxın, deyək ki, bu hekayə olmuş hekayə üzərində düşün. Əgər Allah bəndəsinə bir şey verərsə, bəndə razı qalarsa, Allah da neyniyər? Onu razı edər. Yəni, Fələstinə deyir, 100 min Yahudlar səsin çıxmır. Nə eləməliyəm mən? Sənin səsin çıxıb, nə eləmirsən sən? Yəni, bu TikTokda mücahidlik eləmirsən, danışmırsan, nə eləmirsən, nə fayda vermirsən o Fələstinlərə? Boş-boş danışmaqdan başqa nə eləmirsən? Heç nə elə olmazsa ki, dua elə də. Sən haradan bilsən biz müsəlmanlar üçün dua etmirik? Dəlidir bu, bəzi başı xərəblər. La ilahe illallah. Nə eləmirsən də sən ancaq elə bilirəm də siz kimsiz də, təkvirçilər. Oturursunuz bütün canlı yayınlarda, onu söylüyorsun, bunu söylüyorsun, güya elə zənnedirsiniz ki, Fələstin üçün nə elədiniz? Nə elədin Fələstin üçün duadan başqa? Tamam, o zaman biz də dua edirik. Niyə biz onu da ittiham edirsən sən? Çatmıyor bu insanları bəzilərində. Baxın, bu hekayə üzərində düşün. Əgər bəndə Allahın verini razı olsa, Allah da onu razı edər. Subhanallah. Bu hekayəni, yəni Allah istədiyini edər. Rəbbinə güvən, Allaha sarıl, addım at, işin ucundan tut. Baxın, bu hekayəni İbn-i Xalqan rəhmətə rivayət eləyir. Vəfəyatul Əyan kitabında, məşhur kitabında. O məşhur alim Əl-Muhəllə kitabın müəllifi İbn Həzmin atası Əhməd ibn Səidin hekayəsidir. Məşhur alimin atası. Atası vaxtı ilə vəzir olmuşdu, deyir. Baxın, olmuş bir nədir? Hadisə. Əli ibn Həzm atası bir gün vəzir Mənsurun məclisində idi. Bir vaxt bir qadın bir kağız qaldırıb istədi ki, gətirib bunu xəlifəyə verir Mansura. Ki, oğluna rəhm etsin. Oğlu edam olunacaq günahına görə. Onu həbisdən çıxarsın.
Kağız Mansurun əlinə çatan dedi, bu mənə bir şeyi xatırlatdı. Allah and olsun ki, edam olunacaq. Subhanallah. Tam tərsi. Sonra bir kağıza yazdı. Əslində yazmaq istədiyi edam edilsin idi. Yazdı ki, azad edilsin. Səhvən. Kağızı Əli ibn Həzmin atasına verdi. O da bunu polisə verdi ki, azad etsin. Mansur qəzəbləndi. Dedi, nə edirsən sən? Niyə azad etsin? Sən dəlisən? Dedi, yox. Sənin imzan var azad etsin deyə. Mansur dedi ki, səhv etdim. Mən deyib, cəzası verilsin yazacaqaydım. Yenə də cəza vermək, yazmaq əvəzinə yazdı ki, azad edilsin. Kağızı yenə də götürdü vəziri. Dedi, azad edin. Bu iş Mansuru daha da heyrətləndirdi və qəzəbləndirdi. Yenə kağızı göstərdilər ki, axı sən yazmısan ki, azad edilsin. Dedi, səhv etdim. Mən cəza verilsin yazacaqdım. Üçüncü dəfə əlinə aldı, cəza verilsin yazmaq yazdı ki, yenə səhvən azad edilsin. Subhanallah. Mansurun imzasının əsaslarını azad etdilər. Mansur eşidəndə daha çox əsəbləşdi. İmzasını göstərdilər. La ilahe illallah. Axırda bilsin nədir xəlifə? Azad edilsin. İstəməsən belə. Allah kim azad etmək istəyirsə, mən onu heç vaxt saxlaya bilmərəm. Subhanallah. Allah təvəkkül. Allahın gücünə, qüdrətinə inanma. Yəni Allah bir şey istəsə, olacaq. La ilahe illallah. Bu olmuş bir tarixi hadisə. Bu hekayə bəndəyə qəti yəqin verir ki, onun üçün yazılmış qismətdən və təqdir olunmuş haldan bir zərrə belə kənara çıxa bilməz. Mansur xəlifə idi, xəlifə. Ona görə baxın nə deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem İbn Abbas bir dəfə yol gedərkən qatının üzərində İbn Abbası arxada əyləşdirir. Deyir ki İbn Abbasa, hələ balaca idi, ey oğlum deyir. Oğul, balaca uşaq. Bil ki, sənə gələn şey səndən yan keçə bilməzdi. Səndən yan keçən isə sənə gələcək deyildi. Qəlbin rahat olsun. Ona görə bu sözü həmişə alimlər ibrət götürüblər. Baxın, nə deyir sahabilərdən, yəni Ubəd ibn Samit oğluna. Ey oğlum, bil ki, sən qədərin xeyrinə də, şərrinə də iman etmədikcə iman etmiş sayılmazsan. Sənə gələn şey səndən yan keçə bilməzdi. Səndən yan keçənsə sənə gələcək deyildi. Sənin üçün təqdir edilən başqasına getməz, başqasına verilən də sənə çatmaz. Bu uca Allahın təqdiridir. La ilahe illallah. Mömin bunu biləndə qəlbi rahat olur. Başqasının mal mülkünə göz tikmir. Əməvlər vaxtında, keçmiş Əməvlər dönəmdə. Ona görə bəzi insanlar övladları üçün çox narahat olur. Onlar üçün əziyyət çəkir. Bu insanın təbiətidir. Mal mülk yığım, övladlarım belə olsun. Mən övladlarına qarşı şəfqətli. Onlar özündən sonra birdən sahibsiz qalar, ac qalacaqlar deyə düşünür. Amma yadında saxla. Biz bu dünyaya yeməksiz, susuz, geyimsiz gəldik. Sonra Allah bizi yedirdi, içirdi, geyindirdi və bizə nemətlər bəxş etdi. Sual dərsdən sonra da bir gözlə də ay Moskva 12. Görsən danışıram. Dərsdən sonra cavab verirəm. Mansur hansı dövrün xəlifəsi olub? Bir yanında. Allah Teala buyurur. Yer üzərində elə canlı yoxdur ki, onun ruhusu Allah üzərində olmasın. O onun yerləşdiyi yeri də, saxlandığı yeri də bilir. Hamısı açıq-aşkar bir kitabdadır. Hud surəsi 6-cı ayə. Allah Teala buyurur. Neçə canlı var ki, ruhsunu özü daşımır, zəifdir. Onların da sizin də Allah ruzləndirir. O eşidəndir, biləndir. Ənkəbut surəsi 60-cı ayə. Allah Teala buyurur. Zariyat surəsi 22-ci ayədə. Sizin ruzunuz da sizə vəd olunan da göydədir. Subhanallah. Yəni insanlara arxalanma. Sənin ruzun yalnız onun vaxtı gələndə sənə çatacaq. Kərəm sahibi olan Rəbbinə güvən. O bəndəsinə atanın övladına olan mərhəmətindən daha mərhəmətlidir. Allahın itayətindən sənə əmr olunanlarla məşğul ol. Rəbbinin buyruqlarını yerinə yetir. Bu dünyada sənə düşən şeylərlə həddindən artıq məşğul olma. Çünki əcəl ilə ruzi bir-birinə bağlıdır. Əcəl qaldıqca ruzi mütləq gələcək. Subhanallah. Ona görə deyir ki, ey insan deyir,
Eğer Allah sana ruzu yolunu bağlayarsa, bil ki öz hikmetiyle sana ondan daha xeyirli qapı açacaq. Eğer bir qapını bağlayarsa, sana daha faydalı ve daha güzel bir qapı açar. Çünkü Allah bəndəsinə en xeyirli olanı verər ve alçaq, değersiz olan şeylerden ne inəyər? Onu deyir, qoruyar. Yəni Rəbbinə güvən hər zaman. Səbəblərə sarıl, amma nədir? Rəbbinə güvən. Bir mövzu, ondan sonra sualları keçərik. Biraz şuvayyə səbir. Ey Rəbbim, məni öyrətdin ki, məni qoruyan sənsən. Baxın, nə zaman insan Allahın korumasına nail olabilir, Allahın korumasına məhrum olur. Bunlar çox önəmlidir. Çünki nəyə görə? Həyatda problemlər var, müsibətlər var, paxıl insanlar var, ayaq altını qazıyanlar var, şər var, həsəd var, bir-birinə qarşı cadu eləyən var və s. və s. La ilahe illallah. Bax, Allah'ım sən məni öyrətdin ki, qoruyan sənsən. Allah'ın adı Hafiz veya Hafiz. Mənim qorunmağa ehtiyacım olanda məni qoruyan sənsən. Səhər də, axşam da məni qoruyan sənsən. Öləndə görəcəksən Allah var, yoxsa yox. Ateist, sapıq. İnşallah öləndə görəcəksən, var mı, yox mu? Hara tələssən. Təhlükələrdən və şərdən məni yalnız qoruyan sənsən. Ey Allahım, məni hər tərəfdən də əhatə edən sənsən. Mən yatanda da məni qoruyursan. Oyaq olanda da qoruyursan. Səfərdə də qoruyursan. Evdə də məni qoruyursan. Qəlbimi ağrıdan şeylərdən yenə də sən qoruyursan. Həyatımı sarsıdan hər şeydən sən qoruyursan. Qorxduğum hər şeydən sən qoruyursan. Nəfsimə, həyatımın bu gününə və gələcəyimə zərər verəcək hər şeydən sən məni qoruyursan. İnsan bu dünyada yaşayır və ümid edir ki, Allah onu öz qoruması ilə əhatə etsin. Ona bərəkət versin. Onu dünyanın şərrindən, insanların zərərindən və şeytanların vəsvəsələrindən qorusun. Amma bil ki, bu ilahi qoruma yalnız səbəblərə sarılan bəndəyə verilir. Yəni, bəndə Allahın əmirlərini qoruyarsa, Allah da onu qoruyar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem İbn Abbas'a nə demişdi? Ey oğlum, sənə bəzi şeylər öyrədim. Allahı qoru, yəni Allahın əmirlərinə itaət et, Allah səni qoruyar. Allahı qoru, onu qarşında taparsan. La ilahe illallah. Daim Allah Teala öz yardımı ilə sənin yanında olar. Yəni Allahın sərhədlərini, haqlarını, əmirlərini, qadağalarını qoruyan kəs hər halda Allahın qorumasını tapar. Allah onu əhatə edər, qoruyar, yardım edər, doğru yola yönəldər. Çünki qarşılıq əmələ görədir. La ilahe illallah. Hamısı Allahın qoruması altında olmaq istəyir, amma çoxları buna nədir? Nail ola bilmirlər. Baxın, indi səbəbləri nədir? Hər kəs deyir ki, Rəbbim məni qoru. Amma hər kəs buna nail olur. Və ya çox nail olan var, az nail olan var. Elə var ki, tam qoruma altındadır. Cinlər, şeytanlar, kafirlər, nə bilim kimlər yığışsa da həmən insana zərər verə bilmir. Subhanallah. Allah bəndəsini qoruyur, amma qarşılıqlı. Sən də nəsə eləməlisən. Allah bəndəsi qoruma səbəblərindən biri. Bir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem səfərə çıxan birinə belə deyərdi. Dinini, əmanətini və əməllərini Allah'a tapşırıram. Subhanallah. Həmçinin evlatlarımız səhər məktəbə aparırıq, düzdür? Və ya təhsilə gedirlər, düzdür? Nə zaman bu duanı etmişik? Demək ki, Allahım, evladımın dinini, imanını, əməlini sənə əmanət edirəm. Əstəbdi'uk. Yəni sənə əmanət edirəm. Çox gözəl bir söz. Kim Allah'a əmanət edərsə, Allah onu qoruyar. Allah bir şey korumağı öz üzərinə götürərsə, onu mütləq qoruyar. Subhanallah. Yaza bilərsiniz şəxsdə, dərsdən sonra. Ona görə də evladını məktəbə aparsan, deyir ki, Allahım, evladımın dinini, imanını, əməlini, təhsilini, şəfasını, sağlamlığını sənə əmanət edirəm. Subhanallah. Kim Allah'a əmanət edərsə, Allah əmanəti qoruyar. Amma çoxlarımız nədir? Bu duanı demirik. Allahın qoruması səbəblərindən biri nədir? Zikirlər.
Bəli, işə gedəni demək olar. Zikirlər. Misal üçün, dinimizdə buyurulan səhər-axşam zikirləri var. Çoxları görsən, o səhər-axşam zikirlərini etmirlər. Hansı ki, o səhər-axşam zikirləri bir qalxan kimidir. Onlara davamlı deyən insan Allahın izni qorunar. Hətta bu qoruma o qədər güclü olar ki, ona atılan bəla ox kimi gəlsə də ona dəyməz. Subhanallah, la ilahe illallah. Səhər-axşam zikirləri. Baxın, nə deyir alimlərdən biri? Səhər-axşam zikirləri hətta Yəcuc və Məcuzdan daha güclü bir qalxandır. Onu qəlbdən deyən üçün. Yəni, bütün şərlərdən. Subhanallah. Baxın, misal üçün, Peyğəmbərimiz s.ə.v Osman ibn Affandan gələn rivayətdə Peyğəmbərimiz s.ə.v nə demişdi? Kimsə əgər 3 dəfə belə desə, Bismillahilləzi la yadurru ma'asmi şey'un fil ardı və la fis səma və huvəs-səmiyyul alim. Allahın adıyla başlananda göylərdə və yerdə heç nə ona zərər verməz. Deyir ki, Peyğəmbərimiz kim bunu deyərsə səhər 3 dəfə və ya axşam, deyir, qəfil bəla ona toxunmaz. Əməvilər Abbasda bu tarixi məsələləri. Bu tarixi məsələləri tarixçilərdən soruşun. Misal üçün, bu məsələləri Elnur Nəsirov var, tarixçi. Tarixçi bir müsəlman, bir mömin tarixçi var. Tarixi məsələləri ona müraciət edin. Elnur Nəsirov. Yəni, Facebookda baxın, Əməvilər Abbaslar dövrü, o tarixi məsələləri tarixçi yaxşı bilir. Mən ilahiyyatçıyam. Mən oradan-buradan kitablarını oxuyaram, amma bu tarixi məsələləri ən gözəl bilən hamımıza nəsihət edirəm. Elnur Nəsirov. Yəni, həqiqətən imanlı bir qardaşdır. Həm də ki, çox savadlı bir tarixçidir, professordur. Türkiyədə müdafiə edib, Selçuk Universitetində möhtəşəm Peyğəmbər həyatı kitabı var, Azərbaycan alimləri kitabı var. Yəni, tarixi məsələləri Elnur Nəsirova yazın. Facebookda yazın Elnur Nəsirov çıxacaq. Mənə yazmaq üçün 055-201-72-70 dərsi böldünüz. Diyanın sonra, dərsdən sonra. Kim 3 dəfə belə desə səhər, ona da qəfil bəla toxunmaz. Bismillahilləzi la yadurru ma'asmi şey'un fil ardı və la fis səma və huvəs-səmiyyul alim. Allahın adıyla, hansı ki onun adıyla başlananda göylərdə və yerdə heç nə zərər verməz. Baxın. Və o eşidəndir, biləndir. Çox rahat. Öz dilimizdə də deyə bilərsiniz. Baxın, nə deyir bir nəfər? Ey Allah Resulü, dünən gecə deməlidir, əqrəb sancdı. Peyğəmbərim, əgər desən gecə desəydin, Əuzu bi kəlimətilləhi təmməti min şərri mə xalaq. Allahın kamil kəlmələrinə sığınıram. Yaratdıqlarının şərrindən. Subhanallah. Misal üçün, səhər axşam zikirlərində var. Əuzu bi kəlimətilləhi təmmət min şərri mə xalaq. İnşallah səhər zikirlərini paylaşacağım səhər WhatsApp kanalında. Oradan girib oxuya bilərsiniz. Axşam zikirlərini də WhatsApp kanalında paylaşacağım, Telegramda paylaşacağım. Girib oxuya bilərsiniz. Səhər axşam zikirlərini telefonunuza saxlayın. Telefonunuzu not dəftərində saxlayın. Oradan oxuyun. Ona görə Allah salih bəndələri müxtəlif yollarla qoruyur. Zikir, dua. Amma bu qorumanın ən böyüyü budur. Nədir o? Allah bəndəni dinini qoruyur. Onu doğru yolda sabit saxlayır. Yəni, bəziləri kimi gündə bir dənə şübhəyə düşmür. Gündə bir dənə şübhəyə düşmür. Subhanallah. Neyniyir? Allah onu qoruyur. Gündə bir dənə şübhəyə düşmür. La ilahe illallah. Dində, imanda sabitdir. Biri çıxır kalbası satan cəmaata şübhə atdı. Cəmaatı dindən uzaqlaşdırdı, hədisdən uzaqlaşdırdı, özünə namaz uydurdu. Sən demə, sucuk satan imiş. Yəni, sucuk satmaq, kalbas satmaq, ticarət gözəl işdir. Mən əlimdən gələn ticarət, mən də eləyərəm. Ticarət nə gözəl bir şey, amma ticarətlə məşğul oldu. Get, sucuk kalbasavı sat. Yəni, niyə Peyğəmbərimiz hədislərini inkar edib cəmaatı namazdan soyutdu? Və ya başqası, əgər sən din üzərində sabitsənsə, əqidədə sabitsənsə, bu Allahın bəxş etdiyi sənə ən böyük nemətidir. İnsanlar var, hər gün bir şübhəyə düşürlər. Şübhə də nədir? Vallahi, TikTokda birisi qabağıma çıxdı da belə deyir. Əslində dəstəmaz belə alınmalı deyil də, təşəhhüd belə deyil də, cəmaatı neyini uzaqlaşdırır. Subhanallah. Ona görə Allah Taala'nın ən böyük qoruması nədir? Səni dinində qoruyur. Allah Taala səni dinində qoruyur. Yəni gündə bir dənə fitnəyə düşmürsən. Subhanallah. Ona görə bir insan haqq yolundadırsa, doğru yolundadırsa,
Allah həmd bu Allahın ən böyük nemətlərindən birisidir. Bu qorumanın ən üstünü növüdür. Allah Teala buyurur. Allah iman gətirənlərin dostudur. Onları qaranlıqlardan nura çıxarar. Bəqərə surəsi 257-ci ayə. Qoruma bu deməkdir. Əqidəsində sabitdir. Tevhiddə sabitdir. Bir gün falçıda, bir gün nə bilim pirdə, bir gün qəbirdən kömək istəyir, bir gün övliyadan kömək istəyir, bir gün ya imam kömək istəyir, bir gündən hədisi inkar edir. Bu əqidə deyil ki. Qoruma odur ki, haqq üzərində sabitdir. La ilahe illallah. Ona görə daima Allah'tan dua edir. Allah'ım sən məni haqq üzərində sabit eylə. Yoxsa gündə biri ət satan çıxır. Cəmaatı dindən uzaqlar. Biri kalbasa satan çıxdı. Sucuk satan imiş. İllərlə cəmaatı başına oynaşı. Hədis yoxdur. Boş şeydir. Özünə namaz uydurur. Sən demə sucuk satan imiş. Cəmaatı sucuqu reklam eləmək üçün cəmaatı məhv elədi əqidəsini. Ona görə də daima Allah'tan qoruma deyək. Allah sənin dinlə imanda qorusun. Allah Teala buyurur ki Kur'an-ı Kerim'de İnnellezine qalu rabbunallah thumma istaqamu. Şübhəsiz ki Rabbimiz Allah'tır deyip sonra doğru yolda olanlara qorxu yoxdur ve onlar kədərlənməzlər. Fussilet surəsi 30-cu ayə. Allah müminin bəndəsini, Allah müminin dinində qoruduğunda onu şübhələrdən qoruyur ve nəfsin istəklərindən qoruyur. Yəni günahlardan qoruyur. La ilahe illallah. Nəfsin istəklərindən, günahlardan, nəfsin istədiyi hər şeyi getməz. Bir də onu şübhələrdən qoruyur. Çünki bugün sosial şəbəkələrdə o qədər şübhə atanlar var ki, biri ateist, biri deist. Hamısı elə düşüb namaz qılanların üstünə. Bir dənəsini görməzsən ki, gedib kafirlə mübahisə aparsınlar. Elə ancaq dərdləri namaz qılanlardır. Sən belə qıldın, sən qılmadın, sən niyə qıldın? Elə istəyir ki, namazla tərk eləyək, evimizdə oturaq. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm baxın, hər zaman nə dua edərdi? Yəni Allah bəndəsi həmçinin şübhələrdən və nəfsin istəklərindən qoruya ona haqqı ilə batili ayrı etməyi göstərir. Bəziləri bilmir haqq hansı batıl ayrısın. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm gecə namazından sonra necə dua edərdi? Allahım, ixtilaf olunan məsələlərdə məni haqqa yönəlt. Həqiqətən sən istədiyini doğru yola yönəldərsən. Peyğəmbərimizin möhtəşəm dualarından birisi. Həmçinin Allah bəndəsinin qorumasının bir növü də budur ki, onu haram istəklərə düşməkdən qorumaq. Zina, içki. Allah da baxın, Yusuf Aleyhisselam haqqında buyurur. Belə etdik ki, ondan pisliyi və murdarlığı uzaqlaşdırır. Həqiqətən o bizim səmimi bəndələrimizdən idi. Yusuf surəsi 24-cü ayə. Həmçinin Peyğəmbərimiz sallallahu necə dua edərdi? Allahım, məni İslamda ayaq üstə qoruyub saxla. Oturarkən qoruyub saxla. Yatarkən qoruyub saxla. Mənə qarşı düşmənə və həsəd aparana sevinç vermə. Yəni onlar mənim sevinməsinlər. Mənim halıma görə. Yəni bəndə Allahdan hər halında İslam üzərində sabit qalmağı və qorunmağı istəməlidir. Ey Rəbbim, məni dinimdə qoru. Ya muqallibəl qulub, ey qəlbləri dəyişdirən, qəlbimi dinində sabit eylə. Həmçinin baxın, kim Kur'an'ı toplayarsa, əzbərliyə oxuyarsa, ağlı qorunar deyir. La ilahe illallah. Allah o insanın ağlını neyniyər deyir? Qoruyar deyir. Baxın, Əbu Tayyib Ət-Təbəri 100 ildən çox yaşadı. Buna baxmayaraq ağlı və qüvvəsi yerində idi. Bir gün bir gəmidən yerə düşərkən güclü bir sıçrayış etdi. Ondan soruşdular ki, bu 103 yaşında dedi ki, bu bədən üzvlərimizi gənclikdə günahlardan qorudu. Allah da onları qocaldıqda bizim üçün qorudu. Subhanallah. La ilahe illallah. Suallar dərsdən sonra da görürsün, mən danışıram. Burada dərs gedir, söhbət gedir. Mən dərsi kəsim necə suala cavablandır. Allah bəndəsinin qorumasının bir növü də onun malını və övladlarını qorumasıdır. Onun nəslini islah etməsidir. Subhanallah. La ilahe illallah. Baxın, əgər bir ata, bir ana salihdirsə və Allah onun salih olduğuna görə evlatlarını qoruyar. Daim deyir ki, Allah mənə evlatlarımı qoru. Misal üçün, Kəhf surəsi 82-ci ayə. Divar isə o şəhərdə olan 2 yetim uşağa məxsus idi. Onun altında onlara aid bir xəzinə var idi. Ataları isə salih insan idi. Musa Aleyhisselam görür ki, yıxılacaq bir divarı tikdi. Xıdır Aleyhisselam. Dedi ki, bunu niyə tikirsən? Dedi ki, onun altında xəzinə var.
Ataları salih olub, dünyasını dəyişib. Uşaqlar yetimdir. Xəzinə indi çıxsa uşaqlar əlinə alacaqlar. Allah mənə əmr etdi ki, o divarı tikim. Onlar boya başa çatandan sonra o xəzinəni tapsınlar. Nə dedi? Ataları isə salih idi. La ilahe illallah. İbn Abbas nə deyir? Onlar atalarının salihliyinə görə Allah onları qorudu. Sən bugünə qədər salih olsan, onun faydasını evlatların görəcək. Nə qədər namaz qılsan, dua eləsən, oruç tutsan, salih əməllər etsən, evlatların faydasını görəcəksən dünyadan köçəndən sonra. Elə məhz bu dünyada ola. Baxın, Məhəmməd İbn Münkədir, alimlərdən birisi nə deyir? Allah bir bəndənin salihliyinə görə onun özünü, övladını, övladının övladını, ailəsini, ətrafındakiləri qoruyar. Onlar Allahın qoruması içində olarlar. Demək ki, mənim namazım, duam boşa getdi. Bəlkə də Allah da elə şeylər istəyirsən ki, onun əvəzinə Allah sənə evlatlarını qoruyur. Bəladan, müsibətdən, xəstəlikdən, müsibətlərdən dua mütləq qəbuldur. Ya Allah istədiyini verir, ya ona uyğun olanını verir, ya gecikdirir və yaxud axirdə saxlayır və bəlaları uzaqlaşdırır. Sən hər dəfə dua edəndə nə qədər Allah da səndən bəlaları uzaqlaşdırır. Sən isə deyirsən ki, istəyim olmadı. Baxın, nə deyir Səid Museyyib, tabinlərdən birisi. Mən namazda oğlumu deyir, xatırlayıram, ona görə namazımı artırıram deyir. Subhanallah. Yəni, namazı niyə çox qılıram? Oğlum üçün dua edirəm. Subhanallah, la ilahe illallah. Nə gözəl bir fayda. Allah bəndəsinin qorunmasının başqa bir növü də onu cinlərin şərindən qorumasıdır. Və hər cür şərdən qorumasıdır. Uca Allah buyurur. Onun insanın önündə və arxasında Allahın əmri ilə onu qoruyan mələklər vardır. Rə'd surəsi 11-ci ayə. Çox gözəldir. Burada mənə yerimə cavab verirlər. Müftilərim gəlib. Siz də gəlin sual verin. Instagramdakılar. Gəlin TikTok'a. Müftilər gəlib bura. Mən danışıram, bunlar suallara cavablandırır. Baxın, nə deməkdir bu ayənin mənası? Yəni, insanın önündə və arxasında Allahın əmri ilə onu qoruyan mələklər vardır. Rə'd surəsi 11-ci ayə. Allah da səni nə zaman qoruyar? Sən Allah Taala'nın buyruqlarını yerinə yetirəndə Allah da mələkləri göndərər. Sən görmürsən onlar, amma onlar səni görürlər. Baxın, nə deyir? Hər bir insanın üçün onun üzərinə vəzifəli bir mələklər vardır. Onu yuxuda da qoruyar, oyaq ikən də qoruyar, cinlərdən, insanlardan və zərər verən şeylərdən qoruyar. Onlardan ona heç nə çata bilməz. Yalnız Allahın izni ilə olarsa. Əlbəttə, Allah Teala hansını tapşırsa ki, onu qoruyun deyə Allah onu neyniyər? Qoruyar. Subhanallah. Baxın, nə deyir Kəb-ül Əhbər? Əgər Allah sizə mələklər təyin etməsəydi, yeməyinizdə, içməyinizdə və yəni örtüklərinizdə sizi qoruyub müdafiə etsinlər, cinlər sizi qapa apararlardı. Yəni, cinlər sizin həyatınızı məhv edərlər. Amma sizi kim qoruyur? Allah qoruyur. Subhanallah. La ilahe illallah. Şübhəsiz ki, bəndənin Rəbbinə qarşı tohiddən sonra qorunması ən böyük şeylərdən biri nədir? Tohid, birinci tohid. Allah ibadət eləmək, Allah hiçbir şey şərik qoşmamaq. Amma insan ki, Allah'a şərik qoşursa, gedir qəbirdən, daşdan köməkçi, ya övliya, ya imam köməyi, Allah qorumasını qaldırır. Ona görə baxın, Allah'a şərik qoşanlar bir gün bir qəbirdə, bir gün bir falçıda. Niyə? Allah'a şərik qoşur. Allah onu qorumur. Tavhid nə deməkdir? Qorumaq deməkdir. İkinci nədir? Namaz. Ən böyük insanı qoruyan səbəblərin birisi nədir? Namaz. Sən namazı dosdoğru qılarsansa vaxtında, o zaman nə edir? Allah səni qoruyur. Namazlarınızı və orta namazı qoruyun və Allaha itayətlə durun. Allah Teala buyurur Quran-ı Kərimdə. Suallar dərsdən sonra da. Allah namazlarını qoruyanları tərif edərək buyurur. Onlar namazlarını qoruyanlardır. Müminun surəsi 9-cu ayə. Və Peyğəmbərim də buyurur, kim namaz qoruyarsa Allah onu qoruyar. Nə demək namaz qorumaq? Namaz vaxtında qılmaq, tələsmədən qılmaq. Əgər bir insan namazı gözəl şəkildə qılar, rükusunu, səcdəsini tam yerinə yetirərsə, namaz deyər, Allah səni qorusun, necə ki, sən məni qorudun. Sonra deyir, əməl Allaha yüksələr deyir. Əgər namazı düzgün qılmaz, rükusunu, səcdəsini tamam etməzsə, namaz deyər,
Allah səni zayi etsin. Necə ki, sən məni zayi etdin. Sonra paltarın büküldüyü kimi bükülər və onun üzünə çırpılar deyir. La ilahe illallah. Yəni, namaz qorumaq nə deməkdir? Tələsmə, vaxtında qılmaq. La ilahe illallah. Ona görə həmçinin qorumağa daxil olanlardan biri nədir? Allah Teala'nın buyurduğu andlarınızı qoruyun. Maide surəsi 89-cu ayə. Nə deməkdir andlarınızı qoruyun? Yəni Allah'a yalan yerə and içməkdən çəkinin. Həmçinin çox and içməkdən çəkinin. Yalanı olmasa belə. Subhanallah. Burada iki nəfər birbirindən yaxşı yazışırlar. Mən boşa danışıram da yəni. Yəni bunlar ikisi bir-birinə yazışmağa gəliblər. Nərgiz Məlikova ilə Juli bir-birinə yazışmağa gəliblər. Bunların dərdi budur yəni. Bu yazışma başqa yer tapmadınız. Açın bir dənə platforma, yazışın da səhərə qədər dərdləşin. La ilahe illallah. Yəni hətta yalan olmasa belə çox and içmək düzgün deyil. Hər şeydə and içmək. Vallahi belədir, vallahi belədir. Bəziləri ticarətində Allah and olsun bu qiymət almışam. O mal mülkdə bərəkət olmaz. Subhanallah. La ilahe illallah. Fikrimi yayındırmır. Onlara yazım gəl ki, bu elm məhsidir. Niyə savab qazanmırsınız? Elm məhsini dinləyən insan mələklərin duasına nail olur. İnsan mələklərin duasına nail olur. Mələkdə elm məhsini işləgəndə dua alam olan günahlarını bağışlar. Bu yazıyanlar, bir-birinə yazışanların məhrum olurlar. Yazıqlar, ona görə vaxtlarını boşa keçirirlər. Bir Allah'a yalan yerə and içməkdən qoruyun özünüzü və çox and içməkdən çəkinin deyir. La ilahe illallah. Qorunması əmr olunan şeylərin bir nədir? İnsan başını qoruması, qarnını qoruması, yəni nəfsini qoruması, haramlardan uzaq durmaq. Bu isə təqva deməkdir. Peyğəmbərin buna buyur, başı və içində olanı qoru, qarnını və içində olanı qoru. Başın qorunması nədir? Eşitmək, haram, pisə baxmaq, dili qorumaq, qarın daxili qorumaq deməkdir? Əlbəttə bədən, kin, həsəd, təkəbbür. Subhanallah. Nərgiz Məlikova, onsuz bağışlayın deyilsə, o neçənci dəfə deyirlər, bağışlayın deyilsə yenə cavablandırırsınız. Nə mənası var bağışlayın sözü? Bundan əvvəl də demişsiniz. Qarnı qorumaq nə deməkdir? Haram olan yeməkdən, içkilərdən, haramlardan çəkinmək. Subhanallah. Yəni Allahın qadağalarından qorunması ən vacib olan şeylərdən bir nədir? Dili qorumaq. İffəti qorumaq. Yəni insan özünü zinadan qoruması. Dili qeybətdən, söz gəzdirməkdən, yalandan, pis sözlərdən qorumaq. İffəti isə özünü zinadan qorumaq. Digər çirkinlərdən qorumaq. Peyğəmbərimiz buyurur, kim iki çənə arasındanı qoruyarsa, yəni nədir o? Dilini qoruyarsa, övrət yerini, yəni haramdan qoruyarsa, mən onu cənnətə girəcəyinə zəmanət verirəm, deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Cənnətə girəcəyinə nədir? Zəmanət verirəm, deyir. Subhanallah. Kim dilini və iffətini qoruyarsa, la ilahe illallah. Əgər sən Allah bədən üzvlərində qorusan, onlar Allah itaətdə işlədib, haramlardan uzaqlaşdırsan, Allah da səni qoruyar. Kim Allahla olsa, Allah da deyib, onunla olar. Allah onunla olan kəs zəlil olmaz, qorunan kəsdir və hidayət olunan kəsdir, o da deyil nədir? Azmazdır. Necə Allah öz Peyğəmbəri Yunus əleyhissalamı qorudu. O dənizə atıldıqda balıq onuddu, lakin Allah onu qorudu. Balıq onuddu, halbuki o özünü qınayanlardan idi, deyir Altay Quran-ı Kərimdə. Saffat surəsi 142-ci ayə. Balıq onuddu. O dənizin dərinliklərinə, zülmətində, gecələrin qaranlığında dedi? La ilahe illə əntə subhanək, inni kuntu minəz-zalimin. Ənbiya surəsi 87-ci ayə. Sonra isə uca əzəməti Rəbb onun duasına cavab verdi, onu qəm-qüssədən qurtardı. Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən xilas etdik. Biz möminləri də belə xilas edirik. Ənbiya surəsi 88-ci ayə. Allah öz dostu İbrahim əleyhissalamı qorudu. Burada bir nəfər Abdullah var. Bu da müftilərdən birisidir. O təzə müftimizdir Abdullah. Allah öz dostu İbrahim əleyhissalamı da qorudu. Onu
Ateşe attıkları zaman korudu. Ne dedi? Ey od, İbrahim için sərin ve salamat ol. Enbiya suresi 69. ayet. Yani onlar ona hile kurmak istediler. Lakin biz onları ziyana uğrattık. Olan hileleri ne? Allah ne elədi? Onları məhv elədi. Əxsərin. Enbiya suresi 70. ayet. Həmçinin Allah Muhammed sallallahu aleyhi ve sellem korudu. Hicret günü onunla olan yoldaşını da korudu. O zaman onlar mağara dediler ve yoldaşına deyirdi, qəm etmə, Allah bizimlədir. Allah onun üzerine arxayınlıq nazil etdi ve onu siz görmədiyiniz qoşunlarıyla dəstəklədi. Nə ilə? Mələklərlə. Tövbə surəsi 40. ayə. Subhanallah. Allahın koruması səbəblərə bağlıdır. Səbəbsiz Allah koruyar. Allah dua et her zaman. Ama bunları etsən, Allah'ın tam kamil korumasını alırsan. La ilahe illallah. Ona göre de mümin daim nədir? Gözü aydın olması üçün, duaların qəbul olması üçün daim nədir? Allah'ın koruması altında olmağa çalışmalıdır ve Allah Teala'ya nədir? Əlbəttə ki, çoxlu dua etməlidir. Allah Teala sonumuzu gözəl eyləsin.